Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Eşhedü en la ilahe illallahu vahdehu la şerike leh ve eşhedü enne Muhammeden abduhu ve resuluhu. Bakara suresi 135. ayet. Ve kalu kunu huden ev nasara tehtedu. Ve onlar dediler ki, Yahudi ve Nasraniler dediler ki Müslümanlara, Yahudi veya Nasrani olun ki doğru yola yönelsiniz. Kul bel millete İbrahim hanifen ve ma kana minel müşrikin. De aksine, yani biz İbrahim'in dini olan Hanif dine tabiik ve o da İbrahim Aleyhisselam da müşriklerden değildi. Ve kâletil Yahudu li ümmeti Muhammedin sallallahu aleyhi ve sellem. Yahudiler Muhammed sallallahu aleyhi ve sellem ümmetine dediler ki, Yahudilik dinine dahil olun, onda hidayet tapacaksınız. Ve kâletin nasara lehum mitle delik. Ve Nasraniler de bunun mislinde aynı şeyi Müslümanlara dediler. Kul lehum eyyuhar rasul, ey peygamber, ey Allah'ın elçisi, onlara de ki, belil hidayetu en nettebi'a cemi'an millete İbrahim. Aksine hidayet odur ki biz hamımız İbrahim'in dinine tabi olak. Ellezî mâle an kulli dinin batilin ila dinin hak. Hansı ki İbrahim bütün batil dinlerden hak dine üst tutmuştu, yönelmiştir. وَمَا كَانَ مِنَ الْمُشْرِكِينَ بِاللّٰهِ Teala. Ve o da Allah'a şerik koşan müşriklerden değildi. 136. ayet. قُولُوا آمَنَّا بِاللّٰهِ وَمَا أُنْزِلَ إِلَيْنَا وَمَا أُنْزِلَ إِلَى إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ وَإِسْحَاقَ وَيَعْقُوبَ وَالْأَسْبَاطِ وَمَا أُوتِيَ مُوسَى وَعِيسَى وَمَا أُوتِيَ النَّبِيُّونَ مِنْ رَبِّهِمْ لَا نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِّنْهُمْ وَنَحْنُ لَهُ مُسْلِمُونَ. Deyin ki biz Allah'a iman getirdik ve bize nazil edilene ve İbrahim'e, İsmail'e, İshak'a, Yakub'a, Esbat'a nazil edilenlere iman getirdik. Esbat yani Yakub Aleyhisselam'ın neslinden gelen yani peygamberlerdir. Esasen de burada kast olunan 12 yani 12 kabile. Ben İsrail'de olan 12 kabile. Ve hemçin Musa'ya verilene, İsa'ya verilene ve Rabbi tarafından peygamberlere verilene biz iman getirdik ve onların hiçbir arasında biz fark koymuruk ve biz de ona teslim olan Müslümanlardanık. Kulu eyyuhel mu'minun li haulel yahud ve nasara. Ey müminler, Yahudi ve Nasranilere deyin ki, saddakna billahil vahidil ma'budi bihak. Biz hakkıyla ibadete layık olan Allah'ı tasdikledik. Ve bima unzile ileyne minel Kur'anillezi evhahullahu ila nebiyyihi ve rasulihi Muhammedin sallallahu aleyhi ve sellem. Ve biz yani bize nazil edilen Kur'an'a inandık, onu tasdikledik. O Kur'an ki Allah onu öz peygamberi, öz elçisi Muhammed sallallahu aleyhi ve sellem vahyetmiştir. وَمَا اُنْزِلَ مِنَ الصُّحُفِ ila İbrahim. Ve hemçin biz iman getirip tasdik ededik İbrahim'e ve onun oğlanları İsmail'e ve İshak'a nazil olunan, Yakub'a nazil edilen sayfeleri ve hemçin Esbat. Esbat da Yakub'un oğlanlarına olan peygamberlerdir. اَلَّذ۪ينَ كَانُوا ف۪ي قَبَيْلَ مِ بَنِ İsrail. Hansı ki onlar Beni İsrail'de olan kabilelerdeydi, 12 kabilede. Ve Musa'ya verilen Tevrat'ı iman getirdik, tasdikledik ve İsa'ya verilen de İncil'e وَمَا اُعْطِيَ الْاَنْبِيَاءُ جَمِيعًا مِنْ وَحْيِ رَبِّهِمْ. Ve bütün peygamberlere öz Rabbi tarafından verilen vahyi tasdikledik, ona iman getirdik. La nufarriqu beyne ahadin minhum fil iman. Ve iman getirmemizde onların hiçbirisi arasında fark koymuruz.
وَنَحْنُ خَاضِعُونَ لِلّٰهِ بِالطَّاعَةِ وَالْعِبَادَةِ Ve biz de itaat ve ibadetle Allah'a boyun eğenlerdenik. Ve bu ayda iman keçi, iman da kalbin tam şekilde təsdiqidir. Bu əsasları, bu əzəmətli dayaqları ve kalbin ve beden üzünün əməllərini özünde şamil eden iqrardır. İman o iqrardır, o təsdiqdir ki, hem qəlb əməllərini ve həmçində beden üzvlərinin əməllərini şamil edir, əhatə edir. Ve buna da daxildir İslam ve həmçinin bütün salih əməllər. Bütün salih əməllər hamısı imandandır. Ve imanın təsiri izindəndir. İman dedikdə bütün bunlar imana daxil olur ve həmçinin İslam dedikdə də bu zikr olunanlar buna daxil olur. Qəlb əməlləri, qəlbin təsdiqi, zahiri, bədən üzvlərinin əməlləri hamısı buna daxildir. Ve eğer ikisi yanaşı zikr olunarsa İslam dedikdə zahiri əməllər qəsd olunur, iman ise qəlb əməlləri, iqrar, təsdiq qəsd olunur. Ve Allah da burada buyurur ki, qulu, deyin. Yani dilinizle deyin, kalbinizin dilinize uygun olmasıyla beraber. Onda insanın sözü tam bir söz olur. Mükafata verilecek sevaba layık olan bir söz. Ve eğer dille dese, kalbinle itikat olmasa, bu olur nifak, münafiklik ve küfür olur. Yok eğer emeller olmadan sadece dille söylüyorsa, bu ayetin tefsirinde Şeyh Sa'di Rahmanullah diyor ki, Abdurrahman bin Nasır Sa'di bu ayetin tefsirinde diyor ki, eğer beden üzvlərinin əməlləri olmadan sadece dille değilse, bu əməlin qəlbi olur, təsiri yok olan bir söz, faydası az, yani savab kazansa da buna göre Müslüman, kul buna göre savab kazansa da lakin faydası az olur. Ne için savab kazanır? Çünkü onda imanın əsli vardır. Lakin sadece yani dille diyen sözle beden üzvlərinin əməlləri ilə yanaşı olan kəlmədə fərq vardır. Ve həmçinin bunun özünde işarə vardır ki, insan yani əqidəsini, dinini açıq-aşkar elan eləməlidir. Ona dəvət eləməlidir. Çünkü Allah da burada buyuruyor ki, qulu, deyin. Ve insanları da bu dine dəvət eləməli, bu əqidəyə dəvət eləməlidir. 137. ayə فَاِنْ آمَنُوا بِمِثْلِ مَا آمَنْتُمْ بِهِ فَقَدْ اِهْتَدَوْا Eğer onlar sizin iman getirdiğinizin mislinde iman getirseler, onda doğru yoldadılar. وَاِنْ تَوَلَّوْا فَاِنَّمَا هُمْ فِي شِقَاقٍ Eğer onlar arka çevirseler, onda ayrılıktadılar. فَسَيَكْفِيكَهُمُ اللّٰهُ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ Allah onlara karşı sana kifayet edecektir. O her bir şeyi işiten ve her bir şeyi bilendir. فَاِنْ آمَنَ الْكُفَّارُ مِنَ الْيَهُودِ وَالنَّصَارَ وَغَيْرِهِمْ Eğer Yahudi, Nasraniler ve başkalarından olan kafirler iman getirseler, بِمِثْلِ الَّذِي آمَنْتُمْ بِهِ مِمَّا جَاءَ بِهِ Rasul yani sizin iman getirdiğinizin mislinde, yani peygamberin Allah'ın elçisi Muhammed sallallahu aleyhi ve sellem'in getirdiğine siz necə ki iman getiripsiniz, sizin iman getirdiğinizin mislinde onlar da iman getirsələr, fakat ihtedau ilal hak, onda hakka hidayet olunmuşlar, yönelmişler. Ve in a'radu ve eğer onlar arka çevirseler, üz döndürseler, fe innema hum fi khilafin şadid, hakikaten onlar şiddetli bir ihtilaftadılar.
فَسَيَكْفِيكَ اللّٰهُ اَيُّهَا الرَّسُولُ شَرَّهُمْ وَيَنْسُرَكَ عَلَيْهِمْ. Ve ey Allah'ın elçisi, ey peygamber, Allah onların şerrine karşı sana kifayet edecektir ve sana yardım edecek onlara karşı. Ve huves semi'u li akvalikum, ve ayeten o sizin sözlerinizi eşidir, sizin hallarınızı Allah Teala bilir. Ve bu ayette Allah Teala bildirir ki eğer onlar yani kitap ehli sizin iman getirdiğiniz gibi iman getirseler, yani bütün peygamberlere iman getirseler ve bütün kitaplara, hansı ki yani bu peygamberlere iman dedikte birinci peygamberlerin sonuncusu ve en efsali olan Muhammed sallallahu aleyhi ve selleme iman getirmek ve hemçinin kitaplardan da onun kitabı olan Kur'an'a iman getirmektir. Onda onlar doğru yoldadılar, yani sırat-ı müstakime yönelmiş olanlar, o sırat ki cennetlere aparır. Salamatlık diyarına aparır. Yani onların hidayete, doğru yola, cennete gitmesi için yol yalnız bu cür iman getirmektir. Yani iddia eledikleri kimi değildi. Hansı ki değiller ki siz Yahudi olun veyahut da Nasrani olun ki doğru yolda olasınız. Ve bununla da iddia elediler ki hidayet yalnız onların olduğu yoldadır. Halbuki hidayet nedir? Hidayet hakkı bilmek ve ona amel etmektir. Aksi ise hakkı bilmemek, yani haktan, insan elimden uzak kalması, zalatte olması ve hemçinin de elimden sonra emelden de uzak olması, emel elememesidir. Eğer onlar bundan uzaktılarsa onda şikak ayrılıktır, uzak olmaktır. Yani Allah'a ve Resulüne karşı çıkmaktır. Ve bu şikak sözünden de yani karşı çıkmak, düşmanlık gerekir. Hansı ki bundan sonra Allah'ın elçisine eziyet vermek ortaya çıkır. Ve ona göre de Allah ayette buyurur ki Allah sana kifayet edecektir onlara karşı. Çünkü o bütün sesleri eşidir. Danışık dillerinin muhtelifliğinden aslı olmayarak, ihtiyaçların ne kadar ayrı ayrı olmasına bakmayarak Allah hamısını eşidir. Ve Allah her bir şeyi bilir. Onların önünde ve arkalarında olan her bir şeyi, geybi ve aşkarı, zahirde ve gizlinde olan her bir şeyi. Allah Teala insanların nefsinde gizlettiği istekleri bilir. Gözlerin hain bakışını ve sinelerin gizlettiğini Allah Teala bilir. Allah insanın kalbindeki istekleri bilir, niyetini bilir ve danıştığı sözleri, ettiği emelleri ne üçün edir, ne üçün danışır, Allah Teala hamısını bilir. 138. ayet Sıbgatallah, Allah'ın boyası, yani Allah'ın dini. Sıbga, yani burada nas falında gelmesi, yani Allah'ın dininden yapışın. وَمَنْ أَحْسَنُ مِنَ اللّٰهِ صِبْغَةً, ve Allah'ın dininden daha güzel din hansı din olabilir? وَنَحْنُ لَهُ عَابِدُونَ, ve biz de ona ibadet eden abidlerik. İlzemu dinallahi allazi fatarakum aleyhi. Allah'ın dininden bek yapışın, hansı ki Allah sizi bu din üzerinde yaratmıştır. فَلَيْسَ هُنَاكَ أَحْسَنُ مِنْ فِطْرَةِ اللّٰهِ الَّتِي فَتَرَ النَّاسَ عَلَيْهَا. Allah Teala'nın yarattığı, yani insanları hansı fitretle yaratıpsa o fitretten daha yaxşı, daha güzel bir din olabilmez. فَلْزَمُوهَا, ve ondan bek yapışın ve deyin ki biz Allah'a boyun eğenlerik, ona itaat ederek, Rabbimize itaat ederek, hansı ki İbrahim'in dini olan bu dindir. Ve bu ayette geçen sıbga sözü, sıbgatun Arap dilinde boya demektir. Boya, renk. Yani bütün emellerinizi, zahiri ve dahili emellerin hamısını Allah'a teslim olmuş halde yerine getirin. Allah'ın dinini tam şekilde yerine getirin, hem aşkarda hem gizlinde. Hem insanlar içerisinde olanda ve hem içinde helvette, teklikte olanda
Allah'ın dinini tam şekilde ayakta tutun, buna əməl edin, yerinə yetirin. Bütün əqidə məsələləriyle və həmçinin də zahiri əməllərlə hər bir vaxtınızda, hər bir halınızda, hətta sizin üçün bu din bir boya kimi olacaqdır. Sanki paltarın rəngi, boyası necə ki bütün paltarı əhatə edir və siz də əgər dinə bu cür əməl etsəniz, bu din, bu əməllər, bu Allah Teala'nın insanlara gönderdiği din sizin üçün bir boya kimi olacaq. Sizin sifətinizə, sizin vəsfinizə çevriləcəkdir. Və əgər bu din sizin vəsfiniz, sifətiniz olsa, sizə vacib edir Allah'ın əmirlərini yerinə yetirib, qadağanlarından çəkinməyi könüllü şəkildə, ixtiyarla və sevərək. Və belə olsa bu din sizin təbiətinizə çevriləcək. Sanki paltarın necə ki boyası, rəngi, o paltarın vəsfidir, ondan ayrılmır və sizin üçün də bu din belə olacaqdır. Və elə olsa sizin həm dünya həm də axirət səadətiniz sizin üçün hasıl olacaqdır. Və din də ən gözəl əxlaqları, ən gözəl, ən uca əməlləri, əzəmətli işləri özündə əhatə edir. 139-cu ayə Qul ətuhaccunənə filləhi və huvə rabbuna və rabbukum və lənə ə'maluna və ləkum ə'malukum və nəhnu ləhu muxlisun. De ki siz Allah barəsində bizimlə mübahisə mi edirsiniz? Halbuki o bizim də Rəbbimizdir, sizin də Rəbbinizdir. Bizim əməllərimiz özümüzədir, sizin əməlləriniz isə sizədir. Və biz Allaha ixlaslı, səmimi şəkildə tabi olanlardanıq. Yəni Allaha ibadəti ixlasla, xalis Allah üçün edənlərdənik. Yəni ortada bir şəriklik yoxdur. Qul əyyuhər rasulü ləl kitab. Ey Peyğəmbər, kitab əhlinə de ki, siz Allahın təkliyi barəsində, ixlas haqqında bizimlə mübahisə mi edirsiniz? Halbuki o, bütün aləmlərin Rəbbidir. Lə yaxtassu bi qavmin dunə qavmin. Yəni Allah Teala hansısa bir qövmün Rəbbi deyildir. Başqa bir qövmün olmadan bir başqasının Rəbbi, ilahı deyildir. Aləmlərin Rəbbidir. Və lənə əməlunə və ləkum əməlukum. Bizim də əməllərimiz var, sizin də əməlləriniz var. Bizim əməllərimiz özümüzədir, sizin əməlləriniz isə özünüzədir. Yəni biz sizin əməllərinizdən uzağıq, siz də bizim əməllərimizdən uzaqsınız. Və nəhnu lillahi muxlisu əl-ibadəti və ta'ati la nuşriku bi şeyən. Lakin biz ibadəti və itaati xalis Allaha edirik. Ona heç bir şeyi şərik qoşmuruq və Allahla yanaşı başqa bir ilaha, məbuda ibadət etmirik. Yəni bizimlə sizin aranızdakı fərq ondadır ki, biz ibadəti edirik xalis Allah üçün, məxluqa yönəltmirik ibadətdən hər hansı bir şeyi. Lakin siz isə etdiyiniz ibadətlərdə məxluqu Allaha şərik qoşursunuz. 140-cı ayə Əm təqulunə innə İbrahimə və İsmailə və İshaqə və Yaqubə və əsbata kənu hudən əv nəsara. Yoxsa siz deyirsiniz ki, həqiqətən İbrahim, İsmail, İshaq, Yaqub, əsbat, yəni Yaqubun o oğulları nəslindən olan peyğəmbərlər, onlar Yahudi və yaxud da Nasrani olublar. Qul əəntum ə'ləmu əmilləh. De ki, siz mi yaxşı bilirsiniz, yoxsa Allah mı? Siz daha yaxşı bilirsiniz, yoxsa Allah. وَمَنْ أَظْلَمُ مِمَّنْ كَتَمَ شَهَادَةً عِنْدَهُ مِنَ اللّٰهِ. Ve Allah'ın yani şahidliğini, yani o şeyi ki Allah'la özlerine bildirip, o şahidliği, şehadeti gizleden kimseden daha zalim kim olabilir? وَمَا اللّٰهُ بِغَافِلٍ عَمَّ تَعْمَلُونَ. Allah sizin ettiklerinizden bir haber, gafil değildir.
Bəl ətəquluna mücadilinə fillah. Əksinə siz Allah barəsində boş-boşuna, batilcəsinə mübahisə edərək deyirsiniz ki, İbrahim, İsmail, İshaq, Yaqub və Əsbat, yəni Yaqubun oğlanlarından olan peyğəmbərlər, hansı ki onlar Bənu İsrailin yəni qəbilələrindən idi, 12 qəbiləsindən, onlar Yahudilərin dinində və yaxud da Nasrani dilində idilər. Yahudilik dinində və ya Nasrani dinində olduqlarını iddia edirsiniz. Və bu da yalandır. Fəqad bu'ithu və matu qablə nuzul Tevrat və İncil. Halbuki onlar, yəni bu sayılan peyğəmbərlər, Tevrat və İncil nazil edilməmişdən əvvəl yaşamışlar və ondan əvvəl ölüblər. Qul ləhum eyyuhər rasul. Və ey peyğəmbər, ey Allahın elçisi, onlara de ki, əəntum ə'ləmu bidinihim əmilləhu teala. Yəni, onların, o peyğəmbərlərin dini haqqında siz mi yaxşı bilirsiniz, yoxsa Allah mı? Və qad uxbira fil Qur'ani bi ennəhum kənu hunəfə muslimin. Və Qur'anda da xəbər verilmişdi ki, o peyğəmbərlər müsəlman olublar, hənif olublar. Yəni, tək Allaha yönələn, batil dinlərə yox, haqq din olan, tövhid dini olan, İslama yönələn müsəlman olublar. Və lə əhədun azlamu minkum hinə tuxfunə şəhədətə thəbitətən indəkum minallahi teala. Və sizdən daha zalımı yoxdur. Belə ki, yəni sizin yanınızda Allah'tan olan şahidliyi, şəhadəti gizlədirsiniz. Və təddəunə xilafəhə iftiran Allah. Və Allaha yalandan iftira ataraq onun əksini iddia edirsiniz. Və məllahu biğafilin an şeyin min əməlikum. Və Allah sizin əməllərinizdən heç bir şeydən bir xəbər, qafil deyildir. Bəl huvə muhsin ləhə və mücazikum aleyhə. Əksinə Allah sizin bütün əməllərinizi sayıb yazır və əməllərinizə görə Allah sizə cəza verəcəkdir. Və bu da Yahudi və Nasranilər tərəfindən olan növbəti iddiadır. Allahın elçiləri barəsində mübahisə edirlər və iddia edirlər ki, yəni o elçilərə, o peyğəmbərlərə özləri daha yaxındır. Və Yahudilər deyirlər ki, onlar Yahudi olublar, Nasranilər isə deyirlər ki, onlar Nasrani olublar. Halbuki o peyğəmbərlər yaşayıb, ölüblər, o zaman heç Yahudilik olmayıb. 141-ci ayə Tilkə ümmətun qad xalət. Bu bir ümmət, bir cemaat idi, artıq ötüb keçdi. Ləhə mə kəsəbət və ləkum mə kəsəbtum. Onların qazandığı əməllər özlərinədir. Sizin qazandığınız əməllər isə sizin özünüzədir. Və lə tüsəlunə ammə kənu yə'məlun. Və siz də onların etdikləri əməllər barəsində soruşulmayacaqsınız. Tilkə ümmətun min əsləfikum qad mədat. Və bu da sizin sələfləriniz, keçmiş nəslinizdən olan bir ümmət, bir cemaat idi, ötüb keçdi. Ləhum əməluhum və ləkum əməlukum. Onların öz əməlləri var, yəni onların əməlləri özlərinədir. Sizin isə öz əməliniz var, sizin əməliniz də özünüzədir. Və lə tüsəlunə an əməlihim. Və siz də onların əməllər barəsində soruşulmayacaqsınız. Və hum lə yüsəlunə an əməlikum. Və onlar da sizin əməlləriniz haqqında soruşulmayacaqlar. Fil ayəti qat'u littəalluq bil məxluqin. Və bu ayədə Allah Teala bu ayə ilə məxluqa bağlanmağı qarşısını alır. Kimsə hər hansı bir məxluqa bağlanmasın. Hər hansı bir insana bağlanmasın. O insan nə qədər ibadətdə, elmdə və yaxud da hər hansı bir üstünlükdə irəli getsə də belə. Və adəmul iqtirar bil intisəbi iləyhim. Və kiməsə hansısa məxluqa nisbət olunmaqla, kiminsə nəslindən olmaqla insan aldanmasın. Və ennəl ibrətə bil imani billahi və ibadəti vahdəhu. Və əsas ibrət, əsas götürülən şey Allaha iman və tək Allaha ibadətdir. Və ittibə rüsulih və Allahın göndərdiyi elçilərə tabiçilikdir.
Ve enne men kefere bi rasulin minhum ve her kimde peygamberlerden birisini küfrülese, birisini inkar etse, birisine küfür etse artık bütün peygamberlere küfür etmiştir. Ve bu ayet ile Allah Teala kiminse herhangi bir insana bağlanmasının ve kiminse qohumu olmasının, kiməsə yaxın olmasının qarşısını alır. Ve bildirir ki insan eğer iman ve salih əməli yoxdursa, özündən əvvəl ötüb keçmiş əcdadlarının iman əhli olması, salih əməl sahibi olmasının buna bir faydası yoxdur. İnsana olan həqiqi fayda, mənfəət özünün əməlləridir. Özünün qəlbində daşıdığı o qəlb ki sinəsindədir, özü ilə bərabərdir və bu qəlbində daşıdığı niyyət, istəklər, yaxşı mənalardır ki ona fayda verən. Yəni sadəcə kiməsə qohum olması insana fayda vermir və yaxud da kiminsə yanında olması, kiminləsə yoldaşlıq, dostluq eləməsi insana fayda vermir. Həqiqi fayda verən iman və bir də salih əməllərdir. Allah Teala bizi haqqıyla iman gətirib salih əməl edənlərdən etsin və Allah Teala sizə də bərəkət versin. Subhanəkə Allahumma və bihamdik. Əşhədu ən la ilahə illə əntə əstəğfiruka və atubu ileyk.